Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugün sizinlə sadə cümlənin şəxsə görə növləri mövzusuna baxacağıq. Gəlin görək sadə cümlənin şəxsə görə növləri nə anlayışı verir, nə deməkdir? Sadə cümlənin şəxsə görə növləri deyərkən ümumiyyətlə şəxs anlayışı sintaksisdə mübtəda anlayışına gətirib çıxarır. Yəni şəxsə görə növləri də, yəni cümlədə mübtədanın olub olmaması və yaxud da təsəvvür olunmasına görə yaranır. Sadə cümlənin şəxsə görə növləri xəbər əsasında formalaşanlar var, bir də mübtəda əsasında formalaşanlar var. Xəbər əsasında formalaşanlar bəs hansılardır? Yazaq birinci, xəbər əsasında formalaşanlar. Birinci, müəyyən şəxsli cümlə. İkinci, qeyri-müəyyən şəxsli cümlə. Üçüncü, ümumi şəxsli. Dördüncü, şəxssiz cümlə. Bunlar xəbər əsasında formalaşan sadə cümlənin şəxsə görə növləridir. Digəri isə mübtəda əsasında formalaşır. Mübtəda əsasında formalaşan cümlənin isə adlıq cümlədir. Gəlin bu cümlələr haqqında bir daha məlumat verək, hər biri haqqında ayrılıqda. Müəyyən şəxsli cümlə nədir, qeyri-müəyyən şəxsli cümlə nədir və digərləri nədir? Müəyyən şəxsli cümlədə mübtəda anlayışı olmalıdır, yəni mübtədası olmalıdır birinci şəkildə. Birinci nəyə baxmalıyıq? Mübtədaya. Əgər həmin cümlədə mübtəda varsa, həmin cümlə qeyri-şərtsiz müəyyən şəxsli cümlədir. Məsəl üçün, nümunə yazaq. Yazaq ki, Əli gəldi. Nə etdi, gəldi, kim gəldi, Əli gəldi. Bu cümlədə mübtədamız varsa, cümləmiz müəyyən şəxsli cümlədir. İkinci bir məsələ, mübtəda buraxılarsa, mübtədamız olmazsa, xəbər birinci və ikinci şəxslərin təki və cəmi olar. Bir də üçüncü şəxsin təki olar. Yəni, üçüncü şəxsin cəmində olmaz. Üçüncü şəxsin cəmi olmaz. Yəni, mübtəda olmazsa xəbərlərimiz birinci, ikinci şəxsin təki və cəmi, bir də üçüncü şəxsin təkində olarsa, mübtəda təsəvvürü yaradırsa, bu cümlələr müəyyən şəxsli cümlələrdir. Nümunələrə baxaq. Deyirəm ki, məktəbə getdik. Məktəbə getdik. Yazıram. Məktəbə getdik. Deməli, nə etdik? Getdik. Haraya getdik? Məktəbə getdik. Aha, xəbərimiz neçənci şəxsdədir? Birinci şəxsin cəmindədir. Biz bura artıq biz sözünü, mübtədasını təsəvvür eləyə bilərik. Aydın oldu mu? Deməli, mübtədamız olmazsa, xəbərimiz birinci, ikinci şəxsin təki və cəmində, bir də üçüncü şəxsin təkində olarsa, həmin cümlələr nədir? Müəyyən şəxsli cümlədir. Aha, keçək digər cümlə növünə, qeyri-müəyyən şəxsli cümləyə baxaq. Qeyri-müəyyən şəxsli cümləyə baxaq. Onu silək. Qeyri-müəyyən şəxsli cümlədə xəbər üçüncü şəxsin cəmində olur. Mübtəda olmur. Xəbərim üçüncü şəxsin cəmindədir. Hadisə yalnız onlara aiddir. Kimə aiddir? Onlara. Aha, indi bir məsələyə baxaq. Bəs bütün üçüncü şəxsin cəmində olanlar qeyri-müəyyən şəxsli cümlə olacaqmı? Bu məsələyə baxacağıq. Deməli, mübtəda olmasın. Əgər mübtəda olarsa, həmin cümlədə bu müəyyən şəxsli cümlə olacaq. Deməli, mübtəda varsa müəyyən şəxsli, mübtəda yox, xəbərim üçüncü şəxsin cəmində olacaqsa qeyri-müəyyən şəxsli cümlədir. Nümunəyə baxıram. Deyirəm ki, məktəbə gəldilər. Xəbərim üçüncü şəxsin cəmindədirmi? Bəli, xəbərim üçüncü şəxsin cəmindədir. Nə etdilər? Gəldilər. Haraya gəldilər? Məktəbə gəldilər. Artıq mən burada işin kimin gördüyünü, kimə aid olduğunu bildim. Yalnız onlara aid olduğunu bildim. Deməli, burada iş, hadisə kimə məxsusdur? Yalnız onlara aiddir. Deməli, yox, əgər burada onlar
onlar məktəbə gəldilər olsaydı, bu zaman qeyri-müəyyən şəxsi cümlə yox, müəyyən şəxsi cümlə olacaq. Çünki nəyimiz var? Bizim mübtədamız var. Deməli, qeyri-müəyyən şəxsi cümlədə nə olmamalıdır? Mübtəda olmamalıdır. Xəbərimiz nədə olmalıdır? Üçüncü şəxsin cəmində. Hadisə kimə məxsusdur? Yalnız onlara məxsusdur. Bir də qeyri-müəyyən şəxsi cümlə ilə yanaşı bizim ümumi şəxsi cümləmiz də var. Əsasən bunları səhv salırlar. Ümumi şəxsli cümlə. Bəs ümumi şəxsi cümlələr nədir? Ümumi şəxsi cümlədə də mübtəda olmur. Mübtəda olmur. Xəbərləri, xəbər, üçüncü şəxsin cəmində, bir də ikinci şəxsin təkində olur. Aha, müəllim, bəs burada da xəbər mübtədası yoxdur, xəbər üçüncü şəxsin cəmindədir, ümumi şəxsi cümlədə. Qeyri-müəyyən şəxsi cümlədə də xəbər üçüncü şəxsin cəmindədir. Bəs bunları necə fərqləndirəcəyik? Qeyri-müəyyən şəxsi cümlədə proses, hadisə yalnız onlara aiddir, onlar tərəfindən icra olunur. Amma ümumi şəxsi cümlədə isə adından da məlumdur, ümumi, hamıya aiddir. Deməli, hadisə kimə aiddir? Hamıya aiddir. Bir növ bunu necə yadda saxlayırıq? Aforizmlər, atalar sözlərini yadda saxlayırıq. Yəni, aforizmlər. Aforizmlər nədir? Ümumi şəxsi cümlədir. Bəs bütün aforizmlər, atalar sözləri ümumi şəxsi cümlədirmi? Xeyr. Əgər mübtədası varsa, artıq aidiyyatı yoxdur. Hamıya aiddir və yaxud da kiməsə aiddir. Aydınmı? Mübtədası varsa, ümumi şəxsi cümlə olmaz. Gəlin bunlara aid nümunə yazaq. Məsəl üçün yazaq ki, cücəni payızda sayarlar. Aha, nə edərlər? Sayarlar. Nəyi sayarlar? Cücəni sayarlar. Nə zaman sayarlar? Payızda sayarlar. Mübtədam varmı? Mübtədam yoxdur. Xəbərim üçüncü şəxsin cəmindədirmi? Bəli, üçüncü şəxsin cəmindədir. Burada hadisə yalnız onlara aid, yoxsa hər kəs aiddir? Burada ümumi hər kəs aiddir. Bu atalar sözləridir, bu aforizmdir. Ona görə də bu olacaq nə? Ümumi şəxsi cümlə. İkinci bir nümunə yazaq, ikinci şəxsin təki ilə bağlı. Yazaq ki, və yaxud da belə ola bilər, təkcə aforizmlər olmasın, yəni hər kəs aid olsun. Deyirəm ki, məktəbə gələrkən çoxlu şagirdlərlə rastlaşarıq. Şagirdlərlə rastlaşırsan. Nə edirsən? Rastlaşırsan. Kimlə rastlaşırsan? Şagirdlərlə. Nə zaman? Məktəbə gələrkən. Yenə mübtədam yoxdur. Xəbərimə baxıram. Xəbərim neçənci şəxsdədir? Xəbərim ikinci şəxsin təkindədir. Xəbərim ikinci şəxsin təkindədir. Mübtədam yoxdursa, indi burada bu proses yalnız sənə aid yoxsa hər kəs aiddir? Yəni bu sənə də aiddir, digərlərinin də aiddir, hər kəs aiddir. Deməli, biz nə etməliyik? Ümumi şəxsi cümlədə mübtəda məsələsinə baxmalıyıq. Mübtəda yoxdurmu və yaxud da varmı? Bir də xəbərin üçüncü şəxsin cəmində, bir də ikinci şəxsin təkində olana baxmalıyıq. Məsəl üçün, elə bir cümlələr var ki, bunlar da aforizmlərdir, aydınmı? Atalar sözlərdir, ancaq bunları müəyyən şəxsi cümlə götürəcəyik. Məsəl üçün, yazıram. Dost dar gündə tanınar. Nə edər? Tanınar. Kim tanınar? Dost tanınar. Artıq bu aforizm olsa da müəyyən şəxsi cümlədir. Niyə görə? Çünki birincisi mübtədam var. Mübtəda varsa dedik biz bunu qeyri-şəxsinə götürəcəyik müəyyən şəxsi cümlə. İkinci bir məsələ. Burada xəbərim, biz demişdik ümumi şəxsi cümlə olması üçün xəbərim nə olmalıdır? Üçüncü şəxsin cəmində olmalıdır, bir də ikinci şəxsin təkində olmalıdır, eləmi? Burada mənim xəbərim neçənci şəxsdədir? Üçüncü şəxsin nəyindədir? Təkindədir. Ona görə bu cümləmiz də ümumi şəxsi cümlə yox, müəyyən şəxsi cümlə olacaq. Nə olacaq? Müəyyən şəxsli cümlə olacaq. Keçək, deməli, digərinə baxaq. Deməli, biz artıq müəyyən şəxsidir, qeyri-müəyyən şəxsi cümlədir, ümumi şəxsi cümlələr haqqında nümunələrə baxdıq. Keçək, indi digər cümləyə baxaq, şəxsi cümlələrə baxaq. Şəxsiz cümlə də adından da məlumdur. Şəxsiz, yəni mübtədasız cümlələrdir. Aha.
Deməli, şəxsi cümlələr də adından da məlum olduğu kimi şəxs anlayışı deyək ki, mübtəda anlayışı nəzərdə tutulur. Yəni sintaksiz bölməsində. Şəxsiz cümlə, yəni mübtədasız cümlələrdir. Şəxsiz cümlələri yazaq. Şəxssiz cümlələr. Aha. Bayaqki cümlələrdə, qeyri-müəyyən şəxsi cümlələrdə, ümumi şəxsi cümlələrdə onlarda mübtəda olmasa da, amma mübtədanın təsəvvürü var idi. Məsəl üçün, hadisənin onlara aid olması və yaxud da hamıya aid olması, ancaq şəxsiz cümlədə mübtəda anlayışı yoxdur. Yəni, sən cümləyə kim, nə, hara, yəni mübtədanın suallarına cavab verən bir söz, mübtəda qoya bilməzsən. Aydın oldu mu? Deməli, şəxsiz cümlələrimizdə nə olmaz? Mübtəda olmaz. Yəni, bərxası da mümkün deyil bunun, təsəvvür də mümkün deyil. Bir də xəbərim üçüncü şəxsin cəmində olacaq. Deməli, xəbərim üçüncü şəxsin cəmində olacaq. Bir də şəxsi cümlələrlə bağlı bir məsələyə baxmaq lazımdır. Şəxsi cümlələr bir də ismi xəbəri ola bilər. Bir ismi xəbəri ola bilər, bir də feili xəbərli. Məsəl üçün, ismi xəbərli bir cümlə yazaq ki, şəxsi cümlə olsun. Deyirəm ki, yazın ilk ayı idi. Yazın ayı üçüncü nöqtəyin söz birləşməsidir. İdi hissəci ilə birləşib nə olacaq? Bir yerdə xəbər olacaq. Biz bu cümləyə kim, nə, hara və yaxud da suallara cavab verin bir söz artıra bilərikmi? Xeyr, artıra bilmərik. Deməli, bu cümləmiz olacaq nə? Şəxsiz cümlə. Necə şəxsiz cümlə? İsmi xəbərli şəxsiz cümlə olacaq. Və yaxud da digər nümunəyə baxaq. Deyirəm ki, məsələyə baxıldı. Şəxsiz cümlədə feilləri əsasən şəxssiz feillər olur. Belə frazoloji birləşmələr də ola bilər. Ol, et, bilqil sözlərindən ibarət olan feillər də ola bilər. Nə etdi? Baxıldı. Nəyə baxıldı? Məsələyə baxıldı. Aha, biz bura kim, nə, hara sualına cavab verə bilən bir söz artıra bilərikmi? Xeyr. Deməli, bir də xəbərimizə baxaq. Xəbərimiz neçənci şəxsdədir? Üçüncü şəxsin üzrü sayın. Burada üçüncü şəxsin cəmi yazmışam. Bu olmalı üçüncü şəxsin təki. Üzrü sayın. Üçüncü şəxsin təki. Xəbərimiz oldu üçüncü şəxsin təkində. Aydın oldu mu bu hissə? Aha, deməli bir də bir məsələyə diqqət edək. Cümlələrdə müxtəsər cümlə anlayışı var, bir də geniş cümlə anlayışı var. Nədir müxtəsər cümlə, nədir geniş cümlə? Yazıram. Müxtəsər cümlə, bir də geniş cümlə. Əgər yalnız baş üzvlərdən ibarətdirsə, yalnız baş üzvlərdən ibarətdirsə, bu cümlələr olacaq nə? Müxtəsər cümlə. Yox, cümlədə bircə dənə də olsa ikinci dərəcəli üzv gördükmü? İkinci dərəcəli üzv varsa, ən azı bir dənə ikinci dərəcəli üzv görürsə, bu cümlə olacaq nə? Geniş cümlə. Məsəl üçün, burada yazdığımız elə nümunəyə baxaq. Yazın ilk ayı idi. Yalnız baş üzvdən xəbərdən ibarətdirmi? Bu cümlə olacaq nə? Müxtəsər, şəxsi cümlə. Bu cümləyə baxıram, məsələyə baxıldı, nəyə baxıldı? Tamamlıq varmı? İkinci dərəcəli üzv varmı? Deməli, bu cümlə olacaq nə? Geniş cümlə. Geniş, şəxsiz cümlə, sadə cümlə. Aha, digər nümunələrə baxaq, adlıq cümlə haqqında danışaq. Adlıq cümlə nədir? Deməli, bizim xəbər əsasında formalaşan cümlələrimiz hansılar oldu? Müəyyən şəxsi cümlə oldu, qeyri-müəyyən şəxsi cümlə oldu, şəxsi cümlə oldu, bir də ümumi şəxsi cümlə oldu. Aha, mübtəda əsasında formalaşan cümləmiz isə adlıq cümlədir. Bu yuxarını da silək, xəbər əsasından silək. Mübtəda əsasında. Biz bayaqlarım danışarkən dedik ki, cümlələrdə mübtəda olmasın, mübtədası bərpası olmasın. İndi biz artıq adlıq cümlədə deyəcəyik ki, adlıq cümlədə. Adlıq cümlə çox rahatdır. Adlıq cümlədə deyəcəyik ki, xəbər olmasın. Yəni, nə olur olsun, bu cümlənin xəbəri olmasın. Əsasən adlıq cümlələrdə hər hansısa bir yerdir, məkandır və yaxud da hadisə haqqında təəssürat, təsəvvür yaratmaq üçün istifadə olunur. Onlar da əsasən ədəbiyyatda, bədii ədəbiyyatlarda salınır remark hissəsində. Məsəl üçün yazıram ki, Şuşa şəhəri nöqtə. Xəbər varmı? Yoxdur. Deməli, bu cümlə nədir? Adlıq cümlə. Yazıram ki,
Cıdır düzü. Bunu böyük hərflə yazaq. Cıdır düzü. Nöqtə. Yazıram 1363-cü il. Hətəm xanın o Misir Jordan'da vardı. Hətəm xanın iqamətgahı. Hətəm xan ağanın iqamətgahı. Və s. və ilə axır. Ümumiyyətlə bir şey yadda saxlayın. Xəbər yoxdursa, həmin cümlələr nədir? Həmin cümlələr olacaq adlıq cümlə. Adlıq cümlələr də müxtəsər ola bilər və yaxud da geniş ola bilər. Yəni bizdən soruşsalar ki, adlıq cümlənin nə bilmə xəbər, ismi xəbər olar, feili xəbər olar. Bu kimi ifadələr düzsə yanlışdır. Çünki bunun xəbəri olmaz. Aydın oldu mu? Deməli, keçək digər bir məsələyə, digər bir cümlə növünə baxaq. Digər cümlə növü olacaq söz cümlədir. Söz cümlədir. Baxaq, söz cümlələr nədir? Biz bundan əvvəl söz xəbər anlayışı keçmişdik. Predikativ sözlər idi. Yəni söz xəbərlə söz cümlə anlayışını qarışdırmayaq. Biz digər cümlələri keçərkən, sadə cümlə, şəxsi görünüm növlərini keçərkən, bunların bəzilərində mübtəda olmaz, bəzilərində xəbər olmaz. Söz cümlədə isə cümlə üzvü olmaz ümumiyyətlə. Söz cümlə nə deməkdir? Nə anlayış verir? Bir növ sual verirsən kiməsə, bunun cavabı söz cümlələrdir. Yəni aldığım cavablar, verilən cavablar söz cümlələrdir. Məsəl üçün bir nümunə yazaq. Ümumiyyətlə söz cümlədə nə olmaz? Cümlə üzvləri olmaz. Olmaz. Cümlə üzvlərinin üzərinə xətt çəkək beləsinə olmaz. Məsəl üçün yazıram ki, sabah məktəbə gələcəksən. Belə bir sual verdim. Artıq bunun cavabı olacaq söz cümlə. Söz cümlələr bəs nə ilə ifadə oluna bilər? Birincisi, söz cümlələr ifadə oluna bilər. Birincisi, ifadə oluna bilər, ədatla ifadə oluna bilər. Hansı ədatla ifadə oluna bilər? Təsdiq və inkar ədətləri. Hə, yox, bəli, xeyr, heç nə, əsla. Aha, ədatla. Məsəl üçün, biz bunun cavabını nə verəcəyik? Deyəcəyik ki, bəli və yaxud da xeyr, hə və s. Deməli, bu oldu nə? Bu oldu söz cümlə. İkinci nə ilə ifadə oluna bilər? İkinci ifadə oluna bilər modal sözlə. Deyə bilərik mi? Əlbəttə, bəli, əlbəttə və yaxud da şübhəsiz. Üçüncü, ifadə oluna bilər nidalarla. Deyirik, məsəl üçün, aha. Aha. Və yaxud da bu köməkçinin ikisi ilə bircə xitab da iştirak edə bilər. Dördüncü yazıram. Köməkçi nitq hissələri, yəni bu köməkçinin hissələri plus xitab. Yazıram ki, bəli, müəllim. Bəli, müəllim. Aha, bunlar oldu nə? Söz cümlə. Niyə görə? Verdiyim cavabların heç biri cümlə üzvü olmadı. Yox, əgər mən desəm ki, aşağıdan yazıram, mən desəm ki, xeyr, gəlməyəcəm. Artıq bu söz cümlə olmayacaq. Niyə görə? Çünki burada gəlməyəcəm sözü nədir? Cümlə üzvüdür, xəbərdir. Biz nə dedik? Dedik, söz cümlədə cümlə üzvü iştirak etməsin. Bəs bu hansı cümlə olacaq? Hansı sadə cümlə şəxsi görünüm olacaq? Baxıram, mübtədan varmı? Yoxdur. Xəbərim neçənci şəxsdədir? Birinci şəxsin təkindədir. Məni bərpa edə bilirəm? Bəli. Deməli, bu olacaq müəyyən şəxsi cümlə. Yəni, ümumiyyətlə baxırıq, əgər orada bir cümlə üzvü varsa, bunlar söz cümlə olmayacaq. İndi videomuzu burada saxlayırıq, keçirik digər cümlələr üzərində izaha baxmağa. İndi isə gəlin keçdiklərimizlə bağlı müəyyən bir cümlələrə baxaq, izahına baxaq. Deməli, sözün doğrusunu zarafatla deyərlər. Nə edərlər? Deyərlər. Nəyi deyərlər? Sözün doğrusunu. Necə deyərlər? Zarafatla deyərlər. Baxıram ki, cümlədə mübtədamız yoxdur. Xəbərimiz də üçüncü şəxsin cəmindədir. Üçüncü şəxsin cəmindədir.
Biz bayaqların keçərkən dedik ki, mübtəda olmasa, xəbərimiz üçüncü şəxsin cəmində olsa, bu cümlələr ya qeyri-müəyyən şəxsi cümlə olacaq, ya da ümumi şəxsi cümlə. İndi gəlin baxaq. Əgər hadisələr yalnız onlara aid idisə olacaqdı qeyri-müəyyən şəxsi cümlə, yox, hər kəsə aid idisə olacaq ümumi şəxsi cümlə. Bu cümlədən görürük ki, burada hadisə, proses yalnız onlara yox, ümumi hər kəsə aiddir, hamıya aiddir. Deməli, bu cümləmiz olacaq ümumi şəxsi cümlə. Ümumi şəxsi cümlə. Yanvar ayının 20-si idi. Baxaq, yanvar ayının 20-si idi. Bir yerdə xəbər olacaq. Yalnız xəbərdən ibarətdir. Baxaq görək, bu cümləyə biz kim, nə, hara sualına cavab verə bilərik? Söz qoya bilərikmi? Xeyr, qoya bilmərik. Deməli, bu cümləmizə mübtədanın bərpası mümkün olmadı. Deməli, bu cümləmiz olacaq şəxssiz cümlə. Növbətinə baxaq. Deməli, babalar nəvələrini çox sevirlər. Nə edirlər? Sevirlər. Kim sevir? Babalar. Xəbərimiz üçüncü şəxsin cəmində olmasına baxmayaraq mübtədamız varsa, deməli bu cümləmiz olacaq müəyyən şəxsi cümlə. Digər nümunəyə baxaq. Şair, hökmdarın hüzurundasan. Hökmdarın hüzurundasan. Hardasan? Hökmdarın hüzurundasan. Deməli, burada baxıram, xəbərim ikinci şəxsin təkindədir. Xəbərimiz ikinci şəxsin təkindədirsə, mübtədamız yoxsa, bu cümlələr ya müəyyən şəxsi cümlə olurdu, ya da ümumi şəxsi cümlə. Əgər məsələ yalnız sənə aidsə, ikinci şəxsin təkinə aid isə olurdu müəyyən şəxsi cümlə. Yox, ümumi məsələ, proses hər kəsə aid isə, hamıya aid isə olurdu ümumi şəxsi cümlə. Baxaq görək, burada məsələ yalnız sənə aid yoxsa hamıya aiddir. Sən hökmdarın hüzurundasan, deməli olacaq müəyyən şəxsi cümlə. Deməli, əxlaq bütün insan dəyərlərin təməlidir. Nə bütün insani dəyərlərin təməlidir? Əxlaq. Mübtədanı gördüksə, qeyri-şərtsiz nədir? Müəyyən şəxsli cümlədir. Bizim də izahımız sadə cümlənin şəxsi görə növləri ilə bağlı bu qədərdir. Bizləri izləməyi unutmayın. Dərslərimizə abunə olmaq üçün, kanalımıza abunə olmaq üçün aşağıdakı abunə butonuna basa bilərsiniz. Videoları aşağıda əgər istəyiniz varsa, hər hansı bir təklifiniz varsa, dərslərimizlə bağlı aşağıda şərh bölməsində qeyd etməyi unutmayın. Sağ olun, gələn görüşlərədək.